Salam əziz izləyicilər, bu video dərslərdə biz sizlərlə AU və ROV sistemlərinin avtomatlaşdırılmasında istifadə olunan süni intellekt modellərinin öyrədilməsi və həmin modellərin istifadəsi üçün lazım olan interfeysin yaradılması prosesi ilə tanış olacağıq. Bugünkü dərsimizdə süni intellektin giriş hissəsi olaraq labeling haqqında danışacağıq. Labeling etiketləmə deməkdir. Etiketləmə nədir? Yəni bir şəklimiz var, şəkildə maşın var. Biz maşının ətrafında bir dörd bucaq, belə desək, düz bucaqlı çəkirik və biz həmin şəkildə etiketləmiş oluruq. Yəni maşının o hissədə olduğunu bildirmiş oluruq. Labeling üçün bir neçə süni intellekt üçün labeling hissəsində bir neçə şəkil çəkmək lazımdır. Mən bir neçə şəkil əlavə eləmişəm və siz öz browserinizdə bir neçə labeling tool var ki, siz onlardan istifadə edə bilərsiniz. Biz RoboFlow istifadə edəcəyik. RoboFlow çox sadədir, başa düşüləndir. Həmçinin işləmək də sadədir. Bu hissəyə RoboFlow yazaraq daxil olmaq olar. Gələn ilk nəticəyə daxil oluruq. Bu hissədə siz sign in-ə basırıq. Yəni daxil oluruq sign in. Bu hissədə sizlərə hesab açmağınızı istəyəcək. Orada Google və yaxud da digər akkauntlarla hesab aça bilərsiniz və sonraki prosesdə sizdə burada project hissəsi gələcək. Mən burada birisi proyektim var. Burada bu üçün yeni proyektə basırsınız və burada proyektin adını, yəni layihənin adını və hansı ki siz nəyi tanıyasınız süni intellekt vasitəsilə həmin obyektlərin adlarından sadəcə birini yazırıq. Sonra isə məsələ deyəlim bu oğlan burada topu tanıyıb və yaxud da biz o top yazdıq məsələn nümunə olaraq. Bu hissədə siz öz fayllarınızı daxil etməlisiniz. Hansı ki əvvəldən çəkmisiniz. Bura faylları fayl olaraq həm də ki folderə yığıb, yəni bir dənə fayl yığıb göndərə bilərsiniz. Burada mən əvvəlcədən yaratdığım test faylını seçirəm, upload-a basıram. Burada da upload-a basıram, yox. Burada bütün fayllarımız yüklənir. Burada nəzərə yetirmək üçün sizə bir vaxt verir. Siz bütün faylları nəzərə yetirdikdən sonra save and continue deyib davam edə bilərsiniz. Bu hissədə isə bizim fayllarımız RoboFlow cloud-una, yəni buluduna yüklənir. Yəni hansı ki biz orada istifadə edərək öz şəkillərimizi label edəcəyik. Şəkillərimiz yükləndikdən sonra burada bir neçə labeling etiketləmə seçimləri var. Bu RoboFlow'un bəzi bizə verdiyi asanlıqlar var ki, bu avtomatik öz label eləyir. Siz bir neçə şəkil label elədikdən sonra bizə lazım deyil, biz özümüz label edəcəyik. O ikinci seçimi seçərək manual labeling əlimizlə bir hamısını şəkilləri label etmək lazımdır. Burada siz öz dostlarınızı da əlavə edə bilərsiniz bu hissəyə. Məndə 2 dostum var. Burada sadəcə 23 şəkil olduğuna görə mən hər hansı bir dostuma bunu asan eləməyəcəm, yəni əlavə etməyəcəm. Burada bütün şəkilləri öz adınıza əlavə edərək davam edə bilərsiniz. Və yaxud da dostunuz varsa, dostunuzun üstünə basanda orada hamısını ayar-ayar bölür. Burada isə artıq biz etiketləmə hissəsinə başlayırıq. Burada start annotating deyərək siz etiketləməyə başlaya bilərsiniz. Burada get started deyərək şəkliniz başlaya bilərsiniz. Burada kontrol düyməsinə basaraq və mouse'un orta scrollunu yuxarı aşağı eləməklə şəkili yaxınlaşdırıb uzaqlaşdıra bilərsiniz. Bu hissədə isə bizim məqsədimiz dediyim kimi tanıyacağımız hədəfin ətrafında düzbucaqlı çəkməkdir. Burada bizə X və Y toxları verilir. O X, Y toxunu hədəfə uyğun qoyaraq siz burada dördbucaq çəkə bilərsiniz, düzbucaqlı çəkə bilərsiniz. Burada əsas məqsəd hədəfin tam düzbucaqlı içində olmasıdır. Bu bizim training prosesimizi daha sadə hala gətirir. Yoxsa burada bizim yaradacağımız modeldə bəzi problemlər yarana bilər sonraki proseslərdə. Burada seçəndən sonra həmən obyektin adını seçirik. Mən məsələn red yazdım. Siz başqa şey yaza bilərsiniz. Məsələn bir hədəf üçün bir adı olur. Yəni həmişə o adı seçməlisiniz. Məsələn əvvəlki red isə burada da red olmalıdır.
Mən burada bir neçə şəkil label edəcəm, etiketləyəcəm nümunə üçün. Sonra isə biz training prosesinə keçəcəyik. Sadəcə nümunə olaraq bu proses biraz uzun çəkə bilir. Amma ki alınacaq süni intellekt modelinin nə qədər şəkil olaraq daxil eləsəz, nə qədər şəkil etiketləsəz, yaradacağınız süni intellekt modeli bir o qədər yaxşı olacaq. Gəlin 10 dənə şəkil mən etiketləyim, sonra isə prosesimizə davam edək. Sonuncu şəkildəydim. Sol üstdə olan geri işarəsinə basaraq, geri çıxaraq siz orada elədiyiniz, etiketlədiyiniz şəkilləri və etiketləmədiklərinizi görə bilərsiniz. Siz burada bütün şəkilləri etiketlədikdən sonra bütün şəkillərin hamısı çöydək sağ tərəfə annotated hissəsinə burada görə biləcəksiniz hamısını. Burada isə add to dataset deyərək, yəni şəkillərinizi datanıza əlavə edərək bir datasetinizi yarada bilərsiniz. Bu hissədə bir neçə seçim var. Bu seçim o deməkdir ki, burada RoboFlow özü bizim üçün training hissəsini, validation hissəsini və test hissəsini bölür müəyyən bir faiz aralığında. Siz bu faizi dəyişə bilərsiniz. Amma bu 70%, 30%, 20%, 10% yaxşıdır. Bunu dəyişməyinizə gərək yoxdur. Bu mənası odur ki, training 3 hissədən ümumi süni intellekt modeli yaranması 3 hissədən ibarətdir. Training, öyrədilmə, validation, təsdiqlənmə və test hissəsi, yəni ümumi test deməkdir. Yəni yaratdığınız modeli test edirsiniz. Validation bizə training zamanı lazım olur ki, biz training müddətində modelimizin necə inkişaf etdiyini görürük və məsələn modelimiz yaxşı inkişaf etmirsə və yaxud ki mənfiyə doğru gedirsə, biz o training prosesini dəyişirik və orada bir neçə parametrləri dəyişərək trainingimizi yenidən başladırıq. Bunun məqsədi odur. Siz burada split image between train, validation, valid and test deyərək bu seçimi daha add image deyə bilərsiniz. Burada X-ə basırıq. Bu sizin datasetiniz yaranır hal-hazırda. Biz dataset hissəsinə qayıdaraq burada datasetimizi görə bilərik. Sağ üstdə training modeli var. Bu isə yəni bizim lazım olan hissədir. Digər hissəyə getməyiz gərək yoxdur. Çünki o RoboFlow'un bizə təqdim elədiyi bir training prosesidir. O proses bir-iki cəhd pulsuz olur, sonraki cəhdlər pullu olur. Onun üçün gərək yoxdur. Custom training deyərək siz davam edə bilərsiniz. Bu isə pulludur, ona dəyməyiniz gərək yoxdur. Custom training deyirik. Burada bizdə processing hissəsi var. Bu nə deməkdir? Biz şəkillərimizi çəkdikdən sonra burada şəkillərimizi müəyyən bir edit edə bilirik. Məsələn, deyəlim burada şəkillərin hamısını 640-640, yəni sayızlarını dəyişibdir, bütün piksel sayızlarını dəyişibdir. Və yaxud da burada bir neçə seçimlər var ki, siz o vasitələ şəkillərinizi analiz edə bilərsiniz. Training üçün daha yaxşı bir hala gətirə bilərsiniz. Bu image processing üçün lazımdır. Sadəcə biz burada bu hissəyə processing hissəsinə dəymirik, processing hissəsinə. Sonra argumentation hissəsinə keçməliyik. Bu hissəyə dəymir, sizə üçün lazım deyil. Yəni sizin edəcəyiniz şey üçün lazım deyil, layihə üçün lazım deyil. Yəni siz bir obyekt tanımaq istəyirsinizsə, sizin üçün o çox vacib bir deyil. Sonraki bu annotation hissəsidir. Bu bizim datamız yetərli deyilsə və yaxud da obyektlərimizdə bəzi problemlər yaranırsa tanınmasında biz bu dataseti istifadə edirik, yeni datalar yaradır. Məsələn, dataseti biraz da qarmaşıqlaşdırır, belə deyək. Burada bir neçə seçim var ki, rəngin dəyişir və yaxud da hədəfin annotating olunmasına görə vəziyyətini dəyişir, böyüdür, balacalaşdırır, grayscale hala salır və yaxud sizdə əgər datanızda problem, training prosesində problem yaranarsa, gəlib burada argumentation hissəsinə keçə bilərsiniz və yaxud da kodla training müddətində kod hissəsi ilə və yaxud da yol onun verdiyi bizə orada bəzi dəyişikliklər, parametrlər ki, biz ondan istifadə edib dəyişə bilərik. Bu hissədə isə datasetimizi endirmək hissəsidir. Biz burada dataseti həm kompüterimizə endirək, həm də ki
kod halında bizim lazım olan workspace-ə daxil edə bilərik. Mən Yola V8 istifadə edirəm. Yola V8 digərlərindən də istifadə etmişəm, amma ən yaxşısı hal-hazırda da Yola V8-dir. Yola 10-u, 11-i, 12-ni test eləməmişəm hələ ki. Burada show download kod deyərək continue'ya basa bilərsiniz. Bu zip to computer hissəsi isə kompüterinizdə train edirsinizsə modeli onun üçün lazımdır. Burada continue'ya basaq. Bu bizə müəyyən bir kod verir ki, hər datasat üçün ayrı bir kod olur. Məsələn, fərqli bir proyekt yaratsaq, kod fərqli olacaq. Burada IPv2 hissəsi fərqli olacaq. OK vasitəsilə siz datanızı həmin workspace-ə daxil etmiş olursunuz. Bu hissədə isə bizə copy snip and add open notebook verib ki, bu bizə Rockwell tərəfindən verilmiş bir notebookdur. Biz bu notebook vasitəsilə modelimizi train edəcəyik. Burada müəyyən orada parametrlər falan da dəyişmək var. Onu gələn dərsimizdə sizə göstərəcəm. Copy snippet and open notebook deyərək bizə yönləndirəcək fərqli bir Google Colab notebookuna. Google Colab bəzi backend-ə sahibdir ki, biz o backend vasitəsilə öz modelini train edə bilirik. Əgər kompüteriniz yeni nəsil kompüter deyilsə, yəni GPU-su yoxdursa, bu Google tərəfindən bizə verilən GPU-dur. Bugünkü dərsimiz bu qədər. Gələn dərsimizdə bu haqda daha ətraflı danışacağıq. Görüşərdik.